Nəzəriyyələr üzrə interaktiv testlər 28-ci sualdan baxırıq. Şagird kifayət qədər bacarıqlıdır, lakin rəylərə açıq deyil. O rəylərə qulaq asmağı zəiflik kimi qəbul edir. Bu düşüncə tərzidir. Karl Dweck açıq və qapalı düşüncə tərzi. Uyğunluğu müəyyən edin. Zehni inkişafın mərhələləri, sosial inkişaf nəzəriyyələri. Gəlin baxaq. Uşaqlarda müxtəlif problem həll etmə bacarıqları müxtəlif yaşlarda özünü fərqli şəkildə göstərir. Bu zehni inkişaf mərhələsidir. 1A. Uşaqlarda öyrənmənin baş verməsi üçün düzgün dəstəyin olması vacib elementdir. Bu sosial inkişaf nəzəriyyəsidir. 2A. Uşaqlarda bəlli bir yaşdan sonra ümumi qaydalara əsasən xüsusi nümunələr gətirməyə başlayırlar. Bu da zehni inkişaf mərhələsidir. C. Şagirdlərin dünyanı anlamasında digər uşaqların dəyərlərinin də rolu var. Bu da sosial inkişaf nəzəriyyəsidir. D. 1-ə A, C, 2-yə B, D. Oldu A variantı. İşıq həmişə sıx qaranlıqdan keçir. İşıq həmişə sıx qaranlıqdan keçir. Buna görə də həyatda qaranlıqdan keçəndə biz də səylərimizi gücləndirməli və özümüzü motivasiya etməliyik. İşıq həmişə sıx qaranlıqdan keçir. Buna görə də həyatda qaranlıqdan keçəndə biz də səylərimizi gücləndirməli və özümüzü motivasiya etməliyik. Bu düşüncəyə malik şagirdin zehni inkişafın hansı mərhələsində emosional zəkanın hansı komponentinə və hansı düşüncə tipinə uyğun gəlir? Baxın, işıq deyir həmişə qaranlıqdan keçir. Biz də həyatımızda qaranlıqdan keçmək üçün gücləndirməliyik, özümüzü motivasiya etməliyik. Bir növ özünü idarə etmədir bu və inkişafa açıq düşüncə tərzidir və formal əməlidir. Oldu C variantı. Müəllim nağıllar aləmi adlı bir tədbir iştirak etmək qərarına gəlir, təşkil etmək qərarına gəlir. Oğlanların bəzisi israrla məhz cırtdan rolundan çıxış etmək istəyirdi. Müəllim nə qədər şagirdləri başa salsa da uşaqlar razılaşmırlar. Başqa rol oynamaq istəmədiklərini bildirirlər. Şagirdlərin davranışı ilə bağlı hansı fikir doğrudur? Şagirdlər belə davranmağın onların intellektləri ilə əlaqələndirmək olar, yanlışdır. Şagirdlərin belə davranmağı açıq düşüncə tərzi yanlışdır. Şagirdlərin davranışı onların yaş dövrü ilə əlaqələndirmək olar. Bəli, yaş dövrü ilə əlaqələndirə bilərik ki, cırtdan nağılına baxır, orada cırtdanı sevir və hamısı dirəşir ki, mən də cırtdan olmaq istəyirəm. Yəni müəllimi məcbur edir. Nərgiz və Ülkər müəllimə hər ikisi texnologiya fənnini tədris edirlər. Hər iki müəllim uşaqlarına kağızdan kəpənək düzəltməyə tapşırır. Bunun üçün Ülkər müəllim nümunə olaraq birinci kəpənəyi özü hazırlayır, sonra uşaqlar düzəldirlər. Nərgiz müəllim isə uşaqlara nümunə hazırlamadan, sadəcə ləvazimatlarla təmin edərək tapşırığın uşaqların özlərinin etməsini tapşırır. Baxın, Ülkər müəllim əvvəlcə özü düzəldib, sonra uşağa deyir sən düzəlt. Yəni, burada Ülkər müəllimdə sosial inkişaf nəzəriyyəsidir ki, əvvəlcə özü istiqamət verir. Nərgiz müəllimdə isə ləvazimatlarla təmin edir, uşaqların özlərinin etməsinə tapşırıq verir. Nərgiz müəllimdə zehni inkişaf mərhələsinin nəzəriyyəsinə aiddir. Bu da olur D variantı. Şagird bir çox tapşırıqları asanlıqla həll etməyi bacarır. Lakin istənilən bir səhv onun motivasiyasını azalda bilir. Nəticədə o ruhdan düşür, mental olaraq özünü bloklayır. Belə olduqda şagird artıq heç bir şey öyrənmək istəmir. Bu əsasən açıq düşüncə tərzi və qapalı, burada şagird qapalı düşüncə tərzinə malikdir. Karl Dweck. Uyğunluğu müəyyən edin. Uşaqların hansı nəzəriyyə aid olduğunu bilməliyik. Uşaqların sosial və zehni inkişafları barədə gedir və bir-birinə əsaslanır. Bu sosial inkişaf nəzəriyyəsidir əsasən. 1-ə uyğun olduğu elə A. Tədris zamanı şagirdlər müxtəlif intellektə sahibliyi nəzərə alınmalıdır. Bu çox növlü zəkadır. B. Mənəvi dəyərləri idrakın inkişafı ilə sıx əlaqədardır. Bu mənəvi inkişafdır. D. Şagirdlərdə özünün və başqalarının hisslərini müşahidə etmə bacarığı olmalıdır. Bu emosional intellektdir. Y. Uşaqların öyrənmə marağını aktiv saxlamaq lazımdır. Buna zehni inkişaf mərhələsidir. C. Deməli 1-ə A, 2-yə B, 3-ə D, 4-ə Y, 5-ə C. Olduğu A variantı. Şagird KSG zamanı dostundan yardım istəyir.
Dostu isə ona yardım etməkdən imtina edir. O düşünür ki, dostuna yardım etməklə həm özünə, həm də yoldaşına qarşı haqsızlıq etmiş olacaq. Həmçinin düşünür ki, hamının biliyinə görə qiymət alması ən doğru yanaşma ola bilər. Əsasən burada şagird, yəni dostuna kömək etməməklə ədalətli davranmağa çalışır. Niyə? Çünki deyir, mən dostuma kömək etsəm, digər sinif yoldaşlarıma qarşı haqsızlıq etmiş olacağam. Qoy hamı öz qiymətinə görə, öz biliyinə görə qiymət atsın. Yəni ədalətli davranmağa çalışır bu C variantı. 36. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Öyrənmə prosesində müəllim fasilitator rolu oynamalıdır. Sosial inkişaf nəzəriyyəsi doğrudur. Sən çox ağıllısan kimi ifadələrdən tez-tez istifadə uşaqların öyrənmə prosesinə mənfi təsir göstərə bilər. Bu da doğrudur. Məsələn, hər dəfə sən çox ağıllısan dedikdə uşaq səhv etməkdən çəkinəcək ki, mən müəllimin gözündə ağıllıyam. Mən səhv yazsam, bu səhvimi müəllimə desəm, müəllim artıq elə düşünəcək ki, mənim ağlım yoxdur. Deməli, doğrudan oldu bilir ki, uşaqlar özlərini öyrənmək üçün daim axtarışdadırlar. Zehni inkişaf doğrudur. Bədən kinestetik zəkaya sahib şagirdlər əşyalara toxunmağı, tullanmağı, idman hərəkətləri etməyə xoşlayır. Çoxnövlü zəka doğrudur. Deməli, burada oldu bilir ki, təhsil sahəsində uğurlu olmadığını düşünən şagirdlə söhbət zamanı müəllim beyinlə əlaqədar son araşdırmalardan bəhs edərək insanın hər zaman bir şansı olduğunu, yalnızca bunun üçün məqsədli olmasını və müntəzəm şəkildə çalışması lazım olduğunu bildirdi. Bu zaman müəllim hansı nəzəriyə uyğun hərəkət etmişdir? Əsasən hər zaman, yəni hər zaman bir şansı var, bunun üçün məqsədli olmalıdır. Bu açıq düşüncə tərzinə malikdir. Bu da düşüncə tərzi nəzəriyyəsidir. Uyğunluğu müəyyən edin. Baxaq, şagird hansı növ zəkaya malik olduqlarını müəllim həmkarları ilə söhbət edərək üzə çıxara bilər. Əsasən burada çoxnövlü zəka nəzəriyyəsi A. Dərs zamanı müxtəlif üsullardan istifadə daha çox şagirdin öyrənməsini təmin edir. Bu da əsasən çoxnövlü zəkadır B. İnduktiv məntiq zehni inkişafın müəyyən bir mərhələsində formalaşır. Zehni inkişaf C. Deduktiv məntiq zehni inkişafın müəyyən bir mərhələsində formalaşır. Bu da zehni inkişaf. Biri AB, 2-yə C-dir. Müəllim dərs başlayan kimi şagirdlərin diqqətini cəmləməyə çalışır. Daha sonra dərsin məqsədini elan edir. Müəllim öyrənməni təmin etmək üçün şaquli inteqrasiyadan istifadə edir. Dərsi bu cür quran müəllim haqqında hansı fikirləri deyə bilərik? Müəllim addımlardan dərsin müəllim yönümlü olduğunu deyə bilərik, yanlışdır. Müəllim verilmiş ardıcıllıqla dərsi keçməklə həm özünü, həm də şagirdləri çərçivəyə salır, yanlışdır. Müəllim dərsin əvvəlində şagirdləri dərsə cəlb edə bilsə, deməli dərsin digər hissələri uğurlu alına bilər, bu doğrudur. Müəllim də dərsin əvvəlindən şagirdləri dərsə cəmləməyə çalışır, dərsin məqsədini elan edir. Dərsin məqsədini elan etmək ilə cəlb etmənin üsullarından biridir. Müəllim şagirdlərə qrup işi verir. Şagirdlərdən biri qrupun digər üzvlərini təşkilatlandırmasını tapşırır. Çünki onun bu tapşırığın öhdəsindən gələcəyinə əmindir. Deməli, bu şəxslər arası intellektə malikdir, elə A variantı. Tarix fənnindən keçən şagird hadisələri yadda saxlamaq, səbəb-nəticə əlaqəsini qurmaqda çətinlik çəkir. Buna görə çox pis olur, ağlayır, bu dərsi heç vaxt öyrənə bilməyəcəyini düşünür. Aha, verilən situasiya ilə bağlı doğru fikri tapın. Bu şagird qapalı düşüncə tərzinə malikdir. Emosional intellektdə zəif inkişaf edib. Yəni bu şagird ağlayırsa, dərsi heç vaxt öyrənə bilməyəcəyini düşünürsə qapalıdır. Amma ağlayıb məyus olursa, emosional intellekti zəifdir. Deməli oldu burada B variantı. Qapalı düşüncə tərzi şagird elə fikirləşir ki, mən bacarmıramsa heç vaxt bacarmayacağam. Daha sonra zehni inkişafın ilk mərhələsində uşaqlar hisslər və reflekslər vasitəsilə öyrənir. Zəka nəzəriyyəsi A. Uşaqlar abstrakt konseptlər üzərində zehni inkişafın müəyyən bir mərhələsində düşünməyə başlayırlar. Bu da zehni inkişaf mərhələsi B. Şagirdlərlə mövzunu intellektlərə uyğun strategiya ilə tədris edəndə səmərəli öyrənmə baş tutur. Çoxnövlü zəka C.
Məkan vizual zəkaya sahib şagirdlər əsasən təsvir və şəkillər öyrənir. Bu da çox növlü. 1-ə C, D, 2-yə A, B. Oldu Y variantı. Müəllim dərsdə şagird nailiyyətinin zəif olmasına münasibət bildirərək bunun təhlükəli olmadığını, daha çox çalışaraq uğurlu nəticə əldə edə biləcəyini bildirdi. Bu zaman müəllim hansı nəzəriyyələrə riayət etmiş olur? Əsasən müəllim şagirddə açıq düşüncə tərzi formalaşdırır. 4. Zehnin inkişaf elətdirmək üçün ona müvəqqəti dəstək olur. Sosial inkişaf nəzəriyyəsi 5 və şagirdin emosional vəziyyətində nəzərə almağı öyrədir. Zəif münasibət bildirərək zəif olduğuna münasibət bildirir ki, sən daha çox uğurlu ola bilərsən, daha çox çalışmalısan. Deməli 3, 4, 5 D variantı. Hansı fikir doğrudur? Zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə zehni inkişafın əsasında sosial münasibət durur. Bu sosial nəzəriyyədir, səhvdir. Sosial inkişaf nəzəriyyəsindən fərqli olaraq zehni inkişaf mərhələləri nəzəriyyəsinə görə oyun sıra bu hər ikisində oyun var, səhvdir. Zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə öyrənmə inkişafdan əvvəl gəlir. Bu da səhvdir. Sosial inkişaf nəzəriyyəsinə görə uşağın zehni inkişafı mərhələlərlə baş verir. Bu da səhvdir. Zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Bu doğrudur. Eyler-Venn diaqramına əsasən uyğun olan tapın. Burada oyun həm zehni inkişafın, həm də sosial inkişaf nəzəriyyəsinin ortaq cəhəti oyun əsaslı öyrənmədir. Öyrənmə prosesində oyunların rolu vacibdir. Uyğunluğu müəyyən edin. Uşaqlarla hər hansı işi özləri etdikdə daha çox öyrənirlər. Yəni burada deyir. Bu əsasən uşaqlar hər hansı bir işi. Bu zehni inkişaf mərhələsidir A. Öyrənmə prosesində əsas idraki konstruktivizmdir. Bu da zehni inkişaf mərhələsidir B. Şagirdlərin hansı zəkaya sahib olduqlarını, onların asudə vaxtlarını necə keçirdiyini izləməklə müəyyənləşdirmək olar. Bu çoxlövlü zəkadır C. Təlim strategiyasını seçərkən uşaqlarda intellektin müxtəlifliyini nəzərə almaq lazımdır. Bu da çox növlü. 1-ə C, D, 2-yə A, B. Oldu Y variantı. Şagird qanunlarının həyatımızda çox böyük rolu olduğunu və dünyamız üçün, insanlıq üçün hər kəsin ona riayət etməsini bildirdi. Bu əsasən mənəvi inkişaf nəzəriyyəsinə aiddir. A variantı. Rəsm dərsində kəpənək çəkməyi bacarmayan şagird, mən şəkil çəkməyi bacarmıram. Müəllim, sən şəkil çəkməyi bacarmırsan, amma çox çalışsan, əminəm ki, çox gözəl şəkillər çəkəcəksən. Şagirddə açıq düşüncə tərzini formalaşdırır D variantı. Boş xanalara uyğun gələn cavabları seçərək sxemləri tamamlayın. Zehni inkişafında effektiv rəyin verilməsi xüsusi önəm daşıyır. Bu, Karl Dweck düşüncə tərzi də açıq və qapalı. Bir də sosial inkişaf nəzəriyyəsinə aiddir. 1-2. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Çoxnövlü zəka nəzəriyyəsi, sosial inkişaf nəzəriyyəsi. Hər ikisinə uyğun olan. Öyrənmə prosesində ünsiyyətin rolu vacibdir. Bunu sosial inkişaf deyir. Dərs prosesində məzmun müxtəlif yollarla öyrədilməsi lazımdır. Bunu hər ikisi deyir. B variantı. İdrak müxtəlif mərhələlərlə inkişaf edir. Bu çoxnövlü zəkadır. Şagirdləri düzgün metodla tərifləmək çox vacibdir. Bu sosialdır. Düşünmə vaxtının verilməsi şagirdlərdə qapalı düşüncə tərzinə sala bilər. Bu, Karl Dweck düşüncə nəzəriyyəsidir. Deməli, cavab oldu B variantı. Şagird imtahandan uğurla keçə bilmir və nəticədə depressiv hal yaşayır. Müəllim şagirdin yaşadığı məyusluğu aradan qaldırmaq üçün hansı nəzəriyyələrdən istifadə edə bilər? Əsasən bunu açıq düşüncə tərzi formalaşdıra bilər. Bu şagird hər halda qapalı düşüncə tərzinə malikdir. Bunda açıq 3, bir də emosional intellekt nəzəriyyəsi, emosiyasını nəzərə almalıdır. 2-3. Şagird yeni materialı yüksək səviyyədə mənimsəmə potensialına malikdir. Lakin o ətrafındakıların onun haqqında nə düşündüyünü nəzərə aldığından hər zaman bu potensialı görə bilmir. Ətrafındakıları, bu da düşüncə tərzidir, B variantı. Yəni, ətrafının rəy verməsi burada önəmlidir. Ətrafa önəm verir. Şagird sinifdə digər şagirdlərdən geri qalır. O çalışdıqca görür ki, nailiyyətləri artır. İndi o başa düşüb ki, nə qədər çox çalışsa bir o qədər yüksək nailiyyət əldə edə bilər.
Bu qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçib D variantı. Şagird kifayət qədər iti məntiqi, yüksək qavrama qabiliyyəti var. Lakin səhv etməkdən qorxduğu üçün yaradıcılığını inkişaf etdirə bilmir. Bu situasiya hansı? Baxın, səhv etməkdən qorxur ki, bu əsasən şagirddə qapalı düşüncə tərzinə malik insandır. Deyir, səhv edərəm, alınmaz, Karl Dweck düşüncə tərzi. Qruplarla işləməyi bacarmayan şagird müəllim dostları ilə əlaqə qurmağı bacarmadığını və bunun üçün kömək istədiyini söylədi. Müəllim də dərslərdə bunu nəzərə aldı. Yenə düşüncə tərzidir. Qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçəcək D variantı. Müəllim, mən belə dövranı qana bilmirəm. Satirasını tədris edərkən əvvəlcə əsərdə mənası şagirdlər üçün məlum olmayan sözləri onlara izah edir. Daha sonra satiranı təhlil etmələrini tapşırır. Əsasən bu sosial inkişaf nəzəriyyəsidir B variantı. Çünki müəllim orada şagirdə müvəqqəti dəstək olur. Müəllim ilə bağlayıcısının ilə ədatından fərqləndirməyi şagirdlərə müxtəlif üsullarla çatdırdı. Bundan sonra şagird çalışmaları həll etməyə başladılar. Yenə sosial inkişaf nəzəriyyəsi, müəllim dəstək olur şagirdə, scaffolding. Müəllim şagirdlərə sistemli tənliyə aid nümunələri göstərərək onları birlikdə misalların həll edilmə algoritmini təhlil edir. Yenə sosial inkişaf nəzəriyyəsi, müəllim scaffoldingli edir. Müəllim şagirdlərə basketbol oyununun mahiyyətini, qaydalarını bir-bir şagirdlərə izah edir. Oyuna başlamazdan əvvəl onların qaydaları nə dərəcədə anladıqlarını soruşur. Sosial inkişaf nəzəriyyəsi. Müəllim şagirdlərə elan yazmağı öyrətmək üçün slaydlarla bir neçə elan nümunəsi göstərdi. Yenə sosial inkişaf nəzəriyyəsi. Yəni sosial inkişaf nəzəriyyəsində müəllim şagirdə scaffoldingli edir, müvəqqəti dəstək olur.